Esselamu aleyküm değerli izleyiciler. Büyük günahların en büyüklerinden biri de namazı heder etmektir. Namazı heder etmek, namazın qaydalarına əməl etməmək, namazı tez sələsik qılmaq, namazda fikrimizin başqa yerlərdə olmasıyla olur. Bunlardan eləsi var ki, böyük günahlardan sayılır. Bu da tadil-i ərkana riayət etməməkdir. Bəs tadil-i ərkan nədir? Namazı qılarkən rüküyə əyildikdə ən az bir neçə saniyə gözləməli, rüküdən qalxdıqdan sonra həmən səcdəyə getməməli, bir neçə saniyə gözləməli, iki səcdə arasında bir neçə saniyə gözləməli olduğumuzdur. Yəni, namazı tez-tez qılmamalıyıq. Həzrət Ayşə radiyallahu anha belə buyurur, Resulullah sallallahu aleyhi ve sellem namazı təkbirlə, qiraəti Fatihə ilə açardı. Rüküyə getdiyi zaman başını belindən yuxarı qaldırmaz və aşağı əyməzdi. İkisi arasında tutardı. Başını rüküdən qaldırdığında ayaqda dosdoğru dayanmadıqca səcdəyə getməzdi. Başını səcdən qaldırdığında isə dümdüz oturmadıqda ikinci səcdəyə getməzdi. Hər iki rükətdə də təhiyyət oxuyardı. Sol ayağını yerə sərər, sağ ayağını isə dik saxlayardı. Şeytanı ölçəklər üzərinə oturuşundan çəkindirərdi. Yəni, beləcə adamın ilk kimi qollarını yerə sərməsini də qadağan edərdi və namazı salam verərək sonlandırardı. Allah belə buyurur, namazı iqamə edin. Bu söz bir çox ayətdə keçir. İqamə etməyin bir neçə mənası var. Biri də haqqı ilə əda etmək, haqqı ilə qılmaqdır. Əbu Hureyra radiyallahu anh belə buyurur. Resulullah sallallahu aleyhi ve sellem məscidə girəndə bir adam da girdi və namaz qıldı. Sonra Resulullah sallallahu aleyhi ve sellemə salam verdi. Resulullah sallallahu aleyhi ve sellem salamı aldı və geri qayıt, namazı qıl. Çünki sən həqiqətində namaz qılmadın buyurdu. Bunun üstünə adam qayıtdı, əvvəl qıldığı kimi qıldı. Yenə gəlib Resulullah sallallahu aleyhi ve sellemə salam verdi və Resulullah sallallahu aleyhi ve sellem də 3 dəfə geri qayıt, namazı qıl. Çünki sən həqiqətində namaz qılmadın buyurdu. O zaman o adam sənə haqq ilə göndərən zata and içirəm ki, bundan başqasını gözəl bacara bilmirəm. O halda sən mənə öyrət dedikdə, Efendimiz sallallahu aleyhi ve sellem namaza qalxanda təkbir gətir, sonra Qurandan asan gələni oxu. Sonra elə bir rükü elə ki, rüküdə yaxşıca yerləşəsən. Sonra başını qaldır, o qədər ki, ayaqda dimdik durasan. Sonra elə bir səcdə et ki, səcdə yaxşıca durğunlaşasan. Sonra başını qaldır və oturan vəziyyətdə durğunlaş. Bütün namazlarında belə et. Başqa bir hədisdə Efendimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur, rükü və səcdəni tam edin. Sahabədən Ali İbn Şeyban belə bir hədis rəvayət etmişdir. Bir topluluqla bərabər yola çıxdıq. Nəhayət Resulullahın sallallahu aleyhi ve sellem yanına çatdıq və ona beyət etdik. Sonra arxasına namaza qalxdıq. Efendimiz sallallahu aleyhi ve sellem gözü namazını doğru qılmayan bir adama ilişikdə namazı bitdikdən sonra ey müsəlman cəmaət, rüküdə və səcdə belini düzəltməyən şəxsin namazı yoxdur buyurdu. Velhamdülillahi Rabbil alemin.